Sərçeşmə meydanı Ərdəbil şəhrinin kimlik simgəsi. Sərçeşmə meydanı Ərdəbilin ən gözəl meydanlarından biridir. Yuxarı qidməti olan bu meydan keçmişdə Ərdəbilin kimlik ya daha doğrusu bu şəhrin başlayıcısı imiş. Bu meydanın çevrisində yerləşən eski məhəllələr, bazar və tarixi binalar onun qidmətini qanıtlayır. Bütün Ərdəbililər Sərçeşmə meydanını tanıyırlar və çoxları keçmişdə orada axan bulaqları, onun adlandırılmasının səbəbini bilirlər. Bu meydan keçmişdə Təbriz və Astara qapısının qovuşma məsiri imiş və indi də Ərdəbilin ən rövləqli meydanlarından sayılır. Bu meydanın tarixi çox əniş yoxuşluğudur. 1307-ci günəş ilində Ağaxan Həbibi bələdiyyə rəisi olanda Xiyavan çəkmə dəsturu icra olundu və bu tərhin əsasında Təbriz qapısı birbaşa Astara qapısına bağlanıb və Tabar qapısından Zəncirə, Pəhləvi adlı geniş bir xiyavan açılacaq idi. Xaliq bu işə razı olmadı, çünki bu məsirdə yerləşən bir sıra evlər və bazarın bir hissəsi, xüsusən Sərçeşmə məscidi dağılacaq idi. Bunlara baxmayaraq, tikintilərin uçurulması başlandı və xəritədə yerləşən bütün evlər və dükanlar dağıldı. Ancaq məscid konusu önəmli idi. Çünki məscid yıxmaq o dönəmdə ağla batmaz idi və ona görə dövlət bu məsələyə ehtiyatlı yanaşırdı. Və bunun üçün məscidi xiyavanın ortasında saxladılar və onun dörd dövrün get-gəl üçün uyğunlaşdırdılar. Möminlər və məhəllə əhalisi də onun binasını yeniləyib daş və kərpiç ilə 8 bucaqlı dörd dövrü pəncərəli gözəl bir məscid tikdilər. Bu bina Doğu Azərbaycanın ustaları Məhamın dəsturu ilə 50-ci onluqda veran oldu və onun yeri sonralar 25 Şəhrivər meydanı adı ilə tanındı. Sonralar bu meydan yenə fərqli şəkil-şəmail tapdı. Amma meydan illərdir ki, bir 8 bucağı yaradan tağlardan düzəlibdir. Meydan qidmətli və Ərdəbilin tarixi bazar məcmuəsinin yaxın olduğu üçün çox rövnəqlidir. Buna görə il bayramı və Aşura Tasua günlərində fərhəngi və ictimai olayların mərkəzidir. Əslində Sərçeşmə, Ərdəbil və onun xalqının təməddün və kimliyinin əsrarıdır və bu şəhərin çoxlu hekayələrinin şahididir.